Əvvəlki videomuzda biz switch-i konfigurasiya elədik. Yəni ki, LAN-lar yaratdıq. Bu interfeyslərə LAN-lar təyin elədik. Həm də ki, yuxarı baxan interfeysimizə trunk kimi konfigurasiya elədik. Aşağı interfeyslərimizi isə access modda konfigurasiya elədik. Sonra routerumuzu konfigurasiya elədik. Routerun sub interfeyslərinə IP verdik. Həmçində yuxarıya baxan ISP-yə doğru gedən interfeysimizə də yenə də IP verdik. Okey. Gəlin o zaman routerdan elə qaldığımız yerdən konfigurasiyalarımıza başlayaq. Okey. Biz indi default root yazmalıyıq, hansı ki ISP-yə doğru, yəni ki bunlar internetə çıxa bilməsi üçün bu routerda ISP-yə doğru default root yazmaq lazımdır. Konfigurasiyamız belədir. IP root default rootu biz bu formada yazırıq. 4, ümumilikdə 8 dənə 0 yazıq. 4 dənə 0 nöqtələrlə, sonra boşluq 4 dənə də 0. Və deyirik ki, bu default root o deməkdir ki, routing table-da olmayan IP-lər üçün hara get? Routing table olmayan subnetlər üçün hara get? Bu nəzərdə tutulur. Onun üçün də provider'a doğru getsin. Provider'ın IP-sinə bu yerdə qeyd eləmişəm. 60.132.60.1 60.132.60.1 bu formada IP-ni yazdıq. Bundan sonra biz NAT konfigurasiya eləməliyik. Hansı ki, buradakı private IP-lər internetə doğru gedərkən bu yerdəki public IP-yə çevrilsin. Yəni ki, 60.132.60.2 IP-sinə çevrilsin. Bunun üçün biz NAT konfigurasiya eləməliyik. NAT-ı konfigurasiya eləməzdən əvvəl birinci biz access list-lə deməliyik ki, hansı private IP-lər bu IP-yə çevriləcək. Gəlin o zaman access list-in konfigurasiyasından başlayaq. Access list 50 standart bir access list yazıram. Burada permit hansı IP-lər çevriləcəksə 60.2 həmin IP-ləri burada göstərirəm. 60.132 daha doğrusu 192.168.10.0 burada wildcard maskla göstərirəm bu formada. Yəni ki bu 192.168.10.0 subneti/24 ilə nəzərdə tutulur. Wildcard maskla yazanda bu formada yazırıq. Okey. 10.0 subnetini yazdım. Yuxarı oxu basıram. Orada düzəliş eləyəcəm. Bayaq 10.0 yazmışdı. Bu dəfə 20.0 yazıb Enter-i bastım. Yəni ki, access listə həm 10.0 subnetini əlavə elədim, həm də ki 20.0 subnetini əlavə elədim. Okey. Bundan sonra belə bir komandamız var. IP NAT inside source list. Listə biz rəqəm yazırıq, listin nömrəsini yazırıq. Hansı ki, access listə istifadə elədiyim nömrəni yazıram burada. Yəni ki, 50 yazdım. IP NAT inside source list 50. Interface gigabit Ethernet 0.1 overload. Bu nə deməkdir? Hansı ki, biz yuxarıda yazdığımız access listə aid olan IP-lər, hansı ki 10.0, 20.0 subneti bu IP-yə çevrilsin. Bu IP-ni də biz interfeysin nömrəsini göstərdik. Publica baxan interfeysimiz gigabit 0.1 interfeysinə çevrilsin. Və sonda da Enter düyməsini bir dəfə klik edirik. Bundan sonra biz IP NAT inside, IP NAT outside komandaları yazmalıyıq. Publica baxan interfeysimizə IP NAT outside yazmalıyıq, hansı ki gigabit 0.1 interfeysinə. IP NAT inside komandasını isə burada yaratdığımız sub interfeysləri yazmalıyıq. Hansı ki aşağıya baxan gigabit 0.0-a IP NAT inside yazmasaq da olar. Əsas gigabit 0.0-da yaratdığımız sub interfeyslərə IP NAT inside komandasını yazarıq. Okey, başlayaq konfigurasiyalarımıza. Interface gigabit Ethernet 0.1, hansı ki bu yuxarı baxan interfeysimizdir. Burada yazırıq IP NAT outside, okey, exit. İndi isə sub interfeyslərimizi yazaq. Interface gigabit Ethernet 0.0.10. Burada yazdıq IP NAT inside, okey. Digər sub interfeysimizdə də onu yazaq. Interface gigabit Ethernet 0.0.20 IP NAT inside. Okey, bu formada komandalarımız yazdıq. Gəlin show komandalarından yoxlayaq, doğrudan da konfigurasiyalarımız düzdür, yoxsa yox. Belə bir komandalarımız var. Show IP access list. Bununla biz baxa bilərik, doğrudan da access listimizi düz konfigurasiya eləmişik. Bəli, görünür, access listimizi biz düz konfigurasiya eləmişik. Sonra show run include NAT komandası var. Hansı ki biz bayaqki komandanı yoxlaya bilərdik. Doğrudan da düz yazılıb, yoxsa yox. Yazmışdıq IP NAT inside source list 50. Interface gigabit 0.1 overload. Bəli, bu komandamız da düzdür. Sonra əlavə olaraq başqa bir komandalarımız da var. Baxmağa istəyirik ki, IP NAT inside və IP NAT outside komandalarımızı doğru interfeyslərdə biz yazmışıqmı? Show IP NAT statistics belə bir komandamız var. Bu yerdə bizə göstər. Outside interface gigabit Ethernet 0.1 olduğunu gördük. Inside interface isə gigabit Ethernet 0.0.10 və gigabit Ethernet 0.0.20.
Bu konfigurasiyalarımız artıq düzdür. Yəni ki, NAT-la bağlı, access list-la bağlı elədiyimiz konfigurasiyalarımız düzdür. Əlavə olaraq, burada mən bir dənə DHCP də konfigurasiya eləmək istəyirəm. Bu PC-lərimiz DHCP-dən IP alsın. İki dənə DHCP konfigurasiya eləyəcəm, hansı ki 10.0 subneti üçün və 20.0 subneti üçün. Gəlin o zaman başlayaq. Configuration terminal və DHCP-nin konfigurasiyasında deyəcəm ki 192.168.10.1-dən 10.10-a kimi IP-ləri DHCP ilə paylama. Yəni ki, biz o IP-ləri planlaşdırırıq ki, hansısa cihazlara statik olaraq verə bilərik gələcəkdə. O baxımdan 10.1-dən 10.10-a kimi olan IP-ləri DHCP ilə paylamağını istəmirik. O zaman biz belə yaza bilərik komandada. IP DHCP excluded 192.168.10.1 192.168.10.10. O deməkdir ki, 10.1-dən 10.10-a kimi IP-ləri DHCP-dən paylanmayacaq və növbəti IP-dən başlayacaq. Yəni ki, 192.168.10.11 IP-sindən DHCP-dən IP-lər paylanmağa başlayacaq. Eyni formada 20.0 subneti üçün də yazacağım. IP DHCP excluded address 192.168.20.1-dən 192.168.20.20-yə kimi olan IP-ləri rezerv elə. Yəni ki, DHCP-dən bu IP-ləri paylama. Okay. Yəni ki, 20.21-dən IP-ləri paylamağa başlayacaq. İndi isə DHCP-dən hansı subnetdən IP-lər paylasın, bu kimi şeyləri konfigurasiya eləyək. Default root nə olsun, DNS IP-si nə olsun, bunları konfigurasiya eləyək. Okay. IP DHCP pool. Bura bir ad verik. Bu IT subneti üçün olduğu üçün IT yazdım. Burada yazırıq network 192.168.10.0.255.255.255.0. Access list yazarkən biz wildcard mask istifadə elədik. Amma DHCP-də isə subnet maskdan istifadə elədik. Default router 192.168.10.1 hansı ki bu PC-nin default gateway olsun 10.1. Default gateway ilə default router komandasından qeyd edirik. 10.1. Bunların DNS IP-si bunlar olsun. DNS, Google DNS-ni yazacağım 8'lər. Okay, bu formada yazdıq. Exit. İndi isə keçək biz ikinci DHCP poolumuzu yaradaq, hansı ki HR üçün. Komandamız belə olacaq. IP DHCP pool. Burada yazdıq HR. Network. Bunlar hansı networkdən IP-lər alsın? 192.168.20.0.255.255.255.0. Okay. Bunların default gateway hansı ki bu? Sağ tərəfdəki PC-nin default gateway 20.1 olsun. Onu yazaq indi. Default router komandası ilə. 192.168.20.1 okay. Subnet mask yazmaya ehtiyac yoxdur. Enter. Həmçinin DNS-i də biz yazaq. DNS server 4 dənə 8 yazdım. Enter. Artıq bizim aşağıdakı PC-lərimiz DHCP-dən IP ala bilərlər. Əgər konfigurasiyalarımız tam olaraq doğrudursa DHCP-dən IP alacaq. Gəlin yoxlayaq. Okay. DHCP hal-hazırda biz gördük 10.11-dən IP aldı. Biz bayaq excluded adres yazarkən demişdik ki 10.1-dən 10.10-a kimi olan IP-ləri rezerv eləsin. Növbəti olaraq 10.11-dən başlasın. Konfigurasiyamız doğrudur. İndi keçək sağ tərəfdəki PC-yə baxaq. 20.21 IP-si alırmı? Okay, 20.21 IP-si alır. Çünki biz HR üçün yaratdığımız poolda demişdik ki 20.1-dən 20.20-yə kimi IP-ləri paylamaz. Hansı ki IP DHCP excluded komandası ilə bunu yazmışdıq. Okay. Bu hissənin konfigurasiyaları hazırdır. İndi isə keçək ən yuxarıdakı routerdakı konfigurasiyalara başlamağa. Okay, CLI. No yazdıq burada. Enable. Bu routerda interfeyslərə IP verək. Bu 60.1 IP-sini verirəm. Bunun üçün configuration terminal interface 2 Gigabit Ethernet 00 hansı ki aşağıya baxan interfeysimizdir. Burada yazırıq. IP adres 60.162.60.255.255.252/30 ilə yazmışdıq. Ona görə bu formada yazdım. Okay. Burada da no shutdown yazmaqla interfeysi up elədik. Burada da yaşıl rəngə çevrildiyini gördük. Exit. İndi isə bizim burada bir dənə loopback interfeysimiz var. Hansı ki aşağıdakı PC-lər ora ping atıb yoxlayacaqlar. Əgər şəbəkə əlaqəmiz, konfigurasiyalarımız hər şey qaydasındadırsa ora ping getməlidir. Okay. Loopback-i biz belə konfigurasiya eləyə bilərik. Interface loopback 5. Burada yazırıq. IP adres 192.168, daha doğrusu 8'lər yazmağı planlaşdırırdım. 8'lər. Hətta bunu /32 ilə yazacağım. 4 dənə 255 ilə. Enter. Burada yazdıq. No shutdown. Burada yoxlaya bilərik. Show IP interface brief. Enter. Burada görürük ki 60.1 yazdığımız interface qaydasındadır. Yəni gigabit 00
interface 60.1 IP'si vermiş və interfeysimizin AP olduğunu da buradan görürük. Əlavə olaraq Loopback 5 interfeysinə də IP vermişik 8-də. Bunların da qaydasında olduğunu gördük. Yaxşı olar ki, biz burada write eləyək, konfigurasiyalarımız save olsun. Əgər buraların konfigurasiyasını artıq düz eləmişiksə, bu PC-dən 8-lərə pingimiz getməlidir. Bu routerda biz aşağıya doğru biz root yazmadıq. Çünki bu IP-lər bu router'a doğru gedərkən, misal üçün bu 10.11, 20.21 bu yerdə artıq 60.2-yə çevriləcək. Yəni ki, bu ISP routeru artıq bunu 10.11, 20.21 kimi görməyəcək, 60.2 kimi görəcək. Onlar ikisi də eyni subnetdə olduğu üçün əlavə olaraq root yazmağa da ehtiyac olmayacaq. Yəni ki, ISP-dən aşağıya doğru. Okey. Gəlin ping atıb yoxlayaq. Ping 8-lər, enter. Vaxtı qabağa alaq. Bizi çox gözlətməsin deyə. Hal-hazırda biz gördük ki, 8-lərə ping getdi bu PC-dən. Okey. İndi sağ tərəfdəki PC-dən yoxlayaq. 20.21-dən 8-lərə doğru ping atıram. Ping 8-lər, enter. Hal-hazırda da sağ tərəfdəki PC-dən biz gördük ki, 8-lərə pingimiz getdi. Videomuz çox uzun olmasın deyə videonu burada stop edirəm.